Hər kəsə salam. Öncə hər kəsin bayramı mübarək olsun. Baharın gəlişi ilə yeni uğurlar əldə edəsiniz. Hər birinizə çoxlu ruzu, bərəkət arzulayıram. İstədim ki, tez bir zamanda bu vloqu bitirim, paylaşım. Bu vloqu dünən çəkmişəm. Tez bazar montaj eləmişəm ki, bu günə çatdıra bilim. Demək xanımlar, mən bu bayramda yalnız paxlava elədim. Onu da ki, nənənin köməkliyi ilə. Şəkərburanı, qoğalı eləməməkdə səbəbim o idi ki, mənim yoldaşım Moskvaya qayıdanda biz onun üçün həm şəkərbura, həm paxlava, həm qoğal hamısından bişirmişdik ki, aparsın Moskvada yesin, həm də yanında iş yoldaşları da var idi. Bakıdan da gedən tək yoldaşım olduğuna görə düşündük ki, həm onlar yeyər, həm də ki yoldaşım. Çünki Novruz bayramında öz ölkəsində olmayacaqdı. Dedi ki, elə indidən aparsın, yesin. Təəssüf ki, yer olmadığına görə bişirdiyimizin hamısını apara bilmədi. Hər bişirdiyimizin tən yarısı evdə qaldı. Bu səbəbdən də hər kəs doyunca yedi. Hətta qalan ən axırıncı paxlavanı, qoğalı başqalarına verirdim. Amma yenə də qızımdan soruşdum ki, əgər yeyəcəksənsə yenə də bişirək. Qızım da istəmədi, mən də qətiyyən istəmirdim, çünki çox yemişdik. Bu səbəbdən də düşündüm ki, artıq bişirib yeməyəcəyiksə, ondansa bişirmərəm. Nə də olmasa paxlavanı şirniyyat kimi çayla içirik gedir. Buna görə də tək paxlava bişirdik. Hətta kərə yağında bişən qoğalı da randevudan aldım. Təsəvvür edin ki, evdə heç kim heç birinə əldə dəyməyib. Yaxşıdır ki, başqa şirniyyatlar bişirməmişəm. Və xanımlar, paxlavanı, əti və toyuğu bir gün öncə bastırma elədim ki, toyuqdan döşəməli aş bişirəcəkdim. Əti də quyruqlu kartoşka ilə duxovkaya qoyacaqdım. Bunları hər zaman bir gün öncə doğrayıram ki, bastırma edirəm, yerləşdirirəm xaladenika. Duzun istiyotundadır, yaxşıca ətə keçsin. Səhərsi gündə çıxardıb bişirirəm. Tamam, güzel. Baba bakasana bu ne? Hadi.
Sizin üçün 1-2 saniyə, mənim üçün bir gün keçdi və səhər açıldı. Mən başlayıram bayram hazırlığına. Başlamamışdan öncə təbii ki, Tamirlanın kaşasını bişirirəm.
Və xanımlar, gördüyünüz kimi Tamirlanın kaşasını soyutdum, verdim ki yesin. İndi düyünü isladıram ki duzu yaxşı canına çəksin. Hər zaman belə edirəm, bişirməmişdən öncə 1 saat qoyuram suda qalsın. Düyünü islağa qoyandan sonra keçəcəm süfrə bəzəməyə. Əslində hər zaman süfrəni çərşənbələrdən düz bayrama kimi bəzəyirdim, amma bu dəfə edə bilmədim, çünki Tamirlana görə. Hətta bəzədiyim süfrəni də bayramdan sonra tərtəmiz yığışdırdım. Çünki imkan vermir ki, süfrəyə düzdüklərim olduğu kimi də qalsın. Dağıdır, tökür, hər yeri pis günə qoyur. Məcbur oldum ki, elə bayram gündə süfrəni bəzəyim, axşamı da yığışdırım. Bu il mənim müxtəlif fikirlərim var idi ki, süfrəni bəzəmək üçün, amma görürəm ki, Tamirlan buna qətiyyən imkan vermir. Sonra düşündüm ki, bu elə də vacib deyil. Bu il olmasın, gələn il edərəm. Əlimdən gələn və Tamirlanın imkan verdiyi qədəri ilə süfrəni bəzədim. Düzdür, tam ürəyimcə olmasa da, axır ki, süfrəyə nələrsə düzə bildim. Bu xanımlar mənim əl işimdir. Bunu hardasa 2 il bundan öncə düzəltmişdim. İstəyirdim ki, bu il bunun daha qəşəngini və daha böyüyünü düzəldim. Amma təəssüflər olsun ki, Tamirlan buna imkan vermir. Hətta mən gələn il bu samavardan gərək yenə alım. Çünki Tamirlan bayram axşamı bu samavarı da sındırdı. Süfrəyə düzülən çərəzlər isə xanımlar. Demək əvvəl yoldaşım burada olan zaman Novruz bayramında biz süfrə üçün hər bir çərəzlərdən alırdıq. Mənim yemədiyim, amma yoldaşımın yeyə bildiyi çox çərəz var. Bu il isə tək olduğumuza görə onların heç birini almadım. Çünki onların heç birinə gərək duymadım. Onları nə qızım yeyir, nə də ki mən. Bu bəhs elədiklərim də ki, xurma qurularıdır, iyidədir, qaysıdır, bir sözlə meyvə quruları. Bunların heç birini mən yemirəm deyənə bu bayramda da almadıq. Düşündüm ki, yemədiyimiz çərəzləri alıb göstəriş üçün süfrəyə düzməkdənsə, gedərəm uşaqlara bayram üçün pal-paltar alaram. Elə belə də elədim. Düzdür, onları bu vloqa daxil etməsəm də sözlü izah edim ki, Tamirlana 2-3 dənə gündəlik geyinmək üçün kostyumlar aldım. Leyla üçün də istədiyi nə var idisə onu aldım. Leylanın istəkləri heç vaxt pal-paltar olmur. Onun istəkləri slime olur, flomasterlər olur, bloknotlar olur, müxtəlif cür fasonla qələmlər olur. Bir sözlə yemədiyimiz çərəzləri almaqdansa uşaqların ehtiyacları olur. Xanımlar, gördüyünüz kimi mən hətta yumurtanı da 4 ədəd boyuyuram. Çünki bizim evdə 2 uşaq var və başqa uşaq yoxdur, artıq yumurtaya da ehtiyac yoxdur. 4 yumurta da boyamağım da səbəb odur ki, hər uşağa 2 dənə yumurta döyüşdürərlər. Bu yumurtaları da döyüşdürəndən sonra mən qətiyyən icazə vermirəm ki, o yumurtaları yesinlər. Çünki kraskalıdır, kraska da keçir yumurtaya. Çox yumurtaları qaynadıb boyamaqdansa 4 ədədi kifayətdir. Və kraskaları da əlavə elədim stəkanlara. Yumurta orada qaynayana kimi aşın da suyunu qoydum ki, qaynasın. Aşın suyu qaynayana kimi mən də əlavə işlərimi görmüş olaram.
Ama üstü üstü. Hadi. Ama su kırdı. Tamam da. Tamam da.
Var bu güldən olan şamı görürsüz. O qədər gözəl qoxusu var ki, onu mənim rəfiqəm hazırlayır. Tam təbii soya mumundan. Yanan zaman tüstüsü olmur, qoxusu da ki evi bürüyür. 8 Martda bizə gəlmişdi. Sadəcə olaraq çəkmədim, elə o zamandan qalıb. Onu da qoydum süfrəyə. Süfrənin ən gözəl şamı oldu. Yəqin ki, hər kəsdə belədir. Biz hər bayramda müxtəlif cür şamlar yandırırıq. Şamı mən tək bayramlarda yox, gündəlik həyatda da yandırmağı çox xoşlayıram. Evdə şam yandırmaq mənə hüzur verir. Ən önəmlisi də hər zaman qoxulu şamlar alıram. Şamın hətta ən bahalısını belə alaram, tək ki soya mumundan olsun və qoxulu olsun. Və xanımlar, mənim bəzədiyim süfrə budur. Mənim üçün ən əsası o idi ki, uşaqlar bizim adət-ənənəmizi görüb belə böyüsünlər. Aferin. Və xanımlar, uşaqlar biraz özləri üçün oynadı və mən də keçid elədim əti və quyruqlu kartuşkanı duxovkaya qoymağa. Kartoşkaları yaxşıca yuyandan sonra onları yarımçıq lay-lay doğrayıram, duzlayıb istiyotlayıram və sonra laylara quyruqlar əlavə edirəm. Duxovkaya da qoyub bişirəndən sonra dadı mükəmməl olur. Və xanımlar, artıq bişdi. Əvvəlcə falqanı götürürəm, sonra yenidən aparıram duxovkaya. Falqa ətin həm tez bişməyinə, həm də yanmamağına kömək edir. Bişəndən sonra da falqasız duxovkaya yenidən aparıram ki, həm kartoşkanın, həm də ətin üzəri qızarsın.
Və xanımlar, gördüyünüz kimi süfrəni də Leyla bəzədi. Biz artıq əyləşirik yeməyə. Hər zamanki kimi nənəni də çağırmışam. Əslində anam da gəlmək istəyirdi. Sadəcə olaraq anidən işi çıxdı. Bacım da ki, başqa bir yerdə yığıncaqdaydı. Bu səbəbdən də bayramı elə üçümüz qeyd elədik. Və xanımlar, mənim sizdən yenə bir xahişim var. Əgər mənim kanalımı bəyənirsinizsə, abunə olmağı unutmayın. Çünki bu mənə motivasiya verir ki, mən yeni vloqlar çəkim. Abunəçilərin az olmağı mənim həvəsdən düşməyimə səbəb olur. Abunə olmaq tamamilə ödənişsizdir. Sadəcə abunə ol butonuna basaraq mənə dəstək olursunuz. Sizin mənə dəstək olmağınız mənim üçün çox önəmlidir. Əgər bir vloqda nə qədər çox abunə sayı artsa, YouTube mənim kanalımı başqa insanlara önərir. Beləliklə bu da kanalın böyüməyinə səbəb olur. Bura kimi mənə baxdığınız üçün təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.